Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabih ve men tebihum bi ihsan ila yevmiddin ve selleme teslimen kethira. Biz keçən dərslərdə İmam Bərbəhər rəhməhullahın Şərh-i Sünnə kitabının Şeyx Əhməd Yahya Nəcmin şərhi ilə oxuyurduq və bugün də Allah Subhanahu taalanın izni ilə həmin dərsə davam edəcəyik və 24-cü başlıqda biz danışdıq cənnət və cəhənnəm haqqında. Cənnətin və cəhənnəmin haqq olması, hər ikisinin mövcud olması, hər ikisinin Allah Subhanahu taalanın yaratdığı məxluq olması və bundan sonra əbədi olaraq qalacağından danışdıq. Və bundan sonra buyurur İmam Bərbəhər rəhməhullah fəhəzihi buyurur və Adəm aleyhisselam kənə fil cənnətil bəqiyə el-məxluqa fəuxricə minhə bə'də mə asəlləhu əzzə və cəl. Buyurur rəhməhullah, Adəm əleyhissalam həmin cənnətdə idi. Yəni, öncə haqqında danışılmış cənnətdə. Hansı ki, o cənnət Allah Taala'nın məxluqatıdır, hal-hazırda mövcuddur və əbədi olaraq qalacaq. Cənnət əhli əbədi yaşayacaqlar, cənnətdə nimetlənəcəklər. Hansı haqqında geniş danışılmışdır. Adəm əleyhissalam həmin cənnətdə idi. Aleykümselam. Yaradılmış və əbədi qalacaq cənnətdə. Lakin Allaha asilik etdikdən sonra Allah Subhanahu taala onu cənnətdən çıxardı. Yəni bu məsələ alimlər arasında böyük ixtilaflı məsələlərdən biridir. Şeyxülislam İbn-i Qayyim rəhməhullah bu məsələ haqqında geniş danışır. Onun bu məsələni geniş şərh eləyir və hər iki tərəfin dəlillərini gətirir. Yəni Adəm əleyhissalamın həmin cənnətdə, yəni qiyamət günü insanların, möminlərin girəcəyi cənnətdə olmasının deyən tərəfin rəyini, həmçinin sonra bu cənnətdə deyil, bundan başqa bir cənnətdə olmasını, yəni Allah Taala'nın bundan başqa bir cənnət yaratılmasını və Adəm əleyhissalamı o zaman həmin cənnətdə, yəni əlavə başqa bir cənnətə etməsini, bu rəy deyənlərin dəlillərini gətirir və hər iki tərəfin dəlillərini gətirəndən sonra onları lazımınca münaqişə etdikdən, bəyan etdikdən sonra göstərir ki, həqiqətən Adəm əleyhissalam, daha doğrusu dəlillərdən görünür ki, həqiqətən Adəm əleyhissalam qiyamət günü möminlərin girəcəyi cənnətdə olub. Yəni, cənnət birdir. İkinci tərəfində güclü dəlilləri var eyni zamanda. Yəni, həmin cənnətin olmaması haqqında. Lakin dəlillər müəyyən, yəni doğru olmayan anlayışların üzərində qurulduğuna görə, müəyyən kəlmələrin doğru başa düşülmədiyinə görə və s. güclü görükür. Lakin əslində doğru olan rəy odur ki, Adəm əleyhissalam həmin əbədi cənnətdə olmuşdur. Dəlillər çoxdur hər iki tərəfin. Lakin ən əsas dəlillərdən, müxalif tərəfin dəlillərindən, çünki doğru olan rəyin dəlilləri indi biz haqqında müəyyən qədər danışdıq, lakin müxalif tərəfin dəlillərindən ən əsaslarından biri odur ki, əgər Adəm əleyhissalam həmin cənnətdə idisə, necə ona şeytan vəsvəsə, iblis vəsvəsə edə bildi? Çünki orada nə vəsvəsə yoxdur, nə heç nə yoxdur. Və s. kimi şübhəli dəlillər var, lakin İbn-i Qayyim rəhməhullah, yəni bu başqa bir mövzudur, həddinə artıq geniş mövzudur, bu dəlilləri gətirir və onlara rədd cavabını bəyan edir. Şeyx Əhməd bu kəlmələrin şərhində, yəni Adəm əleyhissalam həmin cənnətdə idi. Yəni biz öncədən danışdıq ki, İmam Bərbəhər rəhməhullahın üslubu budur ki, əgər hansısa bir əqidə məsələsində müşkil varsa, problem varsa, yəni anlaşılmamazlıq varsa, müxalif rəylər varsa, o halda həmin rəylərin doğru olanını gətirir.
dəlillərlə. Və necə ki, bu məsələdə sadəcə toxundu ki, Adəm əleyhissalam həmin cənnətdə idi. Bu kəlmədən başa düşürük, deməli, əgər bu məsələni gətiribsə, burada müxalif bir rəy var. Yəni, həmin cənnətdə olmaması rəyi var. Lakin, o yalnız doğru rəyi gətirir və ikinci tərəfə geniş surətdə toxunmur adətən. Şeyx Əhməd Yəhyə Nəcmi Həfzəhullah bu kəlmələrin şərhində buyurur, Allah Subhanahu taala özünün bildiyi və istədiyi həmin hikmətə, öz hikmətinə layiq şəkildə Adəm əleyhissalamı həmin cənnətə saldı və sonra onu həmin cənnətdən çıxardı. Allah Subhanahu taala buyurur Taha surəsində وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى O zaman ki Allah mələklərə əmr etdi ki Adəmə səcdə edin. Hamısı səcdə etdi, yalnız İblis asi oldu, üz döndərdi. Bu ərəb dilində mümkündür. Heç kəs bu ayədən elə başa düşməsin, bu və bu kimi ayələrdən elə başa düşməsin ki İblis də mələklərdəndir. Yox, burada istisna var. Yəni, bütün mələklər səcdə etdi, yalnız İblisdən başqa. O demək deyil ki, İblis mələklərdəndir. Bu, Azərbaycanda olan, yəni, olmayan bir qrammatik qaydadır, lakin ərəb dilində mövcuddur naqis istisna. Kamil istisna var və naqis istisna var. Naqis istisnaya görə sən deyə bilərsən ki, bütün tələbələr gəldi müəllimdən başqa. Cümlə doğrudur. Yəni, müəllim tələbələrdən deyil təbii ki. Və bu cür. Allah Subhanahu buyurur, bütün mələklər səcdə etdi İblisdən başqa. Fəqulnə yə Ədəmu, innə hədə əduvun ləkə və lizovcikə fələ yuxricənnəkumə minə cənnəti fətəşqa. Və dedi ki, ey Adəm, yəni o zaman ki İblis asi oldu, Adəm əleyhissalama səcdə etmədi, Allah Subhanahu buyurur, dedi ki, ey Adəm, həqiqətən bu, yəni İblis sənin düşmənindir və o səni və sənin zövcəni cənnətdən çıxarmasın. Yəni, onun fitnəsinə, onun vəsvəsinə uymayın. Siz cənnətdən çıxarmasın, əgər çıxsanız, xoşbəxtlikdən uzaq olarsınız. Sonra Allah buyurur, İnnə ləkə əllə təcu'ə fiyhə və lə tə'ra. Həqiqətən siz orada, yəni cənnətdə nə aclıq görməzsiniz, nə də çılpaqlıq, yəni paltarsız qalmasınız. Və ənnəkə lə təzmə'u fiyhə və lə tədhə. Həqiqətən siz cənnətdə nə bir susuzluq görməzsiniz, nə də günəşin qızmarından yanmazsınız. Yəni, Allah Subhanahu Adəm əleyhissalama cənnətdə bu neymətlərini vermişdi. Adəm əleyhissalam cənnətdə neymətlər içində idi öz zövcəsi ilə. Və həmçinin bununla yanaşı Allah Taala Adəm əleyhissalama bütün cənnət ağaclarını halal bilmişdi. Bütün cənnət meyvələrini, hər birindən istifadəni, yalnız bir ağacdan başqa. Və onu da Allah Taala öz hikmətinə uyğun olaraq həmin ağacı haram buyurmuşdu. Adəm əleyhissalama ona yaxınlaşmağı qadağan etmişdi. Təbii ki, çox hikmətlər var. Allah Subhanahu hər bir əməli özünə məxsus, özünə layiq kamil hikməti ilədir. Və insan bunu tamamilə dərk edə bilməz. Lakin müəyyən hikmətlər ortaya çıxır, yəni biz onları saya bilərik ki, Adəm əleyhissalamın həmin ağacdan qadağan olması hikmətlərindən biri odur ki, insan öz düşmənini tanısın. İnsan bilsin ki, onun düşməni iblisdir və onun ardıcıllarıdır. Allah Subhanahu bununla bəyan etdi insana ki, sənin düşmənin kimdir? Öncə Adəm əleyhissalama və sonra onun bütün zürriyyətinə ki, sənin düşmənin kimdir və ondan uzaq ol, onun vəsvəsəsindən uzaq ol. Həmçinin Allah Subhanahu bundan bəyan etdi asilərin cəhənnəmlik olacağını, Allaha asi olanların cəhənnəmlik olacağını. Həmçinin Allah bundan bəyan etdi, Allah asilik edib sonra tövbə edənlərin bağışlanacağını, nəinki bağışlanacağını, hətta tövbəsi ilə daha yüksək dərəcələrə nail olmasına. Və s. böyük hikmətlər var burada. Yəni, müəyyən bir şey bir tərəfdən insana şər görünsə də, lakin insan gərək bilsin ki, Allah Subhanahu xalis şər yaratmayıb. Ona görə də Allah Taalaya heç bir şər izafə olunmaz.
Allah şər yaratdı deyilməz. Çünki Allah Taala'nın yaratdığı hər bir şeydə sən şər görsən belə xeyirlər var. Və Adəm əleyhissalamın cənnətdən çıxarılmasında bir çox xeyirlər var. Necə ki, onlardan bəzilərini sadaladıq. Sonra buyurur Şeyx Əhməd Həfzəhullah o zaman ki Adəm əleyhissalama qadağan buyurulmuşdu bir ağac və iblis ona vəsvəsə etdi. İblis ona vəsvəsə etdi və buyurdu ki, sənin o ağacdan qadağan buyurulmağının səbəbi odur ki, əbədi yaşamayasan. Və əbədi yaşamaq istəyirsənsə, həmin ağacdan ye. Və Adəm əleyhissalam da iblisin vəsvəsəsinə uydu, Rəbbinə asi oldu və həmin ağacdan yedi. Və ağacdan yediyi vaxtı onun övrəti açılmağa başladı, yəni paltarı düşməyə başladı. Şeytanın da əsl məqsədi elə bu idi ki, Adəm əleyhissalamı Rəbbinə asi etsin və Rəbbinə asi olsun və yəni övrəti görünsün. Və iblis öz məqsədinə çatdı və Allah Subhanahu taala da Adəm əleyhissalamı etdiyi bu asiliyə görə cənnətdən çıxardı. Və məlumdur ki, hər bir asi olan, Allaha asi olan əgər asiliyindən tövbə eləməzsə, onun o asiliyi onu cənnətdən uzaqlaşdırır, cəhənnəmə yaxınlaşdırır. Biz demir ki, hər hansı bir asilik insanı cəhənnəmə salacaq. Allah bilir kim cəhənnəmə düşəcək, asiliyindən dolayı kimi Allah Teala bağışlayacaq. İnsan yalnız şirkdən başqa hər hansı bir asilik edir etsin fərqi yoxdur. Allahın məşiyyəti, istəyi, ixtiyarı altındadır. İstəsə bağışlayar, istəsə ona əzab verər. Lakin hər bir tövhid əhli gec və yaxud da tez cənnətə girəcək. Lakin bunu bilir ki, hər bir asilik insanı xeyirdən uzaqlaşdırır. Hər bir asilik insanı cənnətdən uzaqlaşdırır və cəhənnəmə yaxınlaşdırır. Necə ki, hər bir itayət insanı cənnətə yaxınlaşdırır və cəhənnəmdən uzaqlaşdırır. Və Adəm əleyhissalam da etdiyi asiliyi ilə cənnətdən qovuldu. Lakin bütün peyğəmbərlər olduğu kimi Adəm əleyhissalam da həmən etdiyi günahdan tövbə edir və Allah Subhanahu taala onu tövbəsini qəbul edir, yəni onu etdiyi bu asiliyi ona bağışlayır. Allah Subhanahu taala bizi şeytanın hiləsindən, iblisin hiləsindən qorusun, fitnədən, fitnə əhlindən qorusun. Və bundan sonra Adəm əleyhissalam yerə atıldıqdan sonra təbii ki, İmam Bərbəhərinin gətirdiyi mövzu bu yerdə bitir. Yəni ki, o əsas bununla təsdiq etmək istəyir Adəm əleyhissalamın həmin cənnətdə olmasını. Adəm əleyhissalam yerə atıldıqdan sonra onun zürriyyəti yerdə artır və yerdə peyğəmbərlər göndərilməyə başlayır və əvvəli Nuh peyğəmbər və sonu peyğəmbərimiz Məhəmməd peyğəmbərdir. Onlara hamısına Allahın salavatı və salamı olsun. Və bu dünyanı Allah Subhanahu taala insanlar üçün imtahan dünyası edir. Sorğu-sual dünyası edir. Və biz hər addımımızda, hər anımızda biz Allah qarşısında imtihandayıq. Sən hər an Allah qarşısına imtihana hazırlaşırsan. Hər dilindən çıxan kəlmə, hər baxışın, hər oturuşun, hər duruşun sənə ya xeyir, ya da şər gətirir. Və yaxud da olsun ki, hansısa faydasız bəzi kəlmələrdən və yaxud da hərəkətlərdən ibarətdir. Ona görə insan gərək bütün danışıqlarında, hərəkətlərində diqqətli olsun. Allaha asiliklər eləməsin. Daimə itaətli olsun. Və qeyri-adi əməllərində də niyyət edərsə inşallah əcr qazanar. Hətta yatmağında, durmağında belə. Bundan sonra 26-cı başlıqda İmam Bərbəhər rəhməhullah buyurur: "Vəl-iman bil-Məsih Dəccal." Həmçinin Əhl-i-Sünnə və Cəmaənin əqidəsindəndir Məsih Dəccələ iman gətirmək. Məsih Dəccal
yəni ona iman gətirmək dedikdə, yəni qiyamət günü onun çıxmasına, yəni yer üzünə çıxmasına iman gətirməkdən, yer üzünə çıxıb insanlar arasında gəzmək, insanlar arasında fitnə yaymaq, özünə tabi etmək və s. kimi şeylərə, ona Allah-Taala'nın verdiyi bəzi qüdrətlərə və sonunda onun İsa Peyğəmbər tərəfindən Allahın salavatı və salamı olsun öldürəcəyinə və bütün bunların hamısına iman gətirmək deməkdir. Məsih Dəccələ iman dedikdə, bütün Dəccal haqqında verilmiş xəbərlərə iman gətirmək deməkdir. Məsih Dəccal haqqında hədsiz çox hədislər varid olur. Və bunlardan biri hər namazda, hər təşəhhüddə oxulumuz duada varid olur. Necə ki, təşəhhüd duasının sonunda Peyğəmbər sən buyurur və əuzu bikə min fitnəti əl-Məsih əd-Dəccəl. Sənə, yəni Rəbbimə Məsih Dəccəlin fitnəsindən sığınıram. Necə ki, 4 şeyin fitnəsindən sığınılır və onlardan 4 şeydən Allah-Taala'ya sığınılır. Onlardan biri də Məsih Dəccəlin fitnəsidir. Həmçinin Məsih Dəccəl iman gətirmək vacibdir ki, Məsih Dəccal Peyğəmbər s.ə.v zamanında mövcud idi. Hansı vaxt yaradılıb Allah bilir. Lakin Peyğəmbər s.ə.v-in zamanında Məsih Dəccal mövcud idi. Və o dəniz adalarının birində Allah bilir onun yerini bir mağarada, yəni Allah Subhanahu tərəfindən saxlanılır. Zəncirlənərək bir adada, adanın bir mağarasında saxlanılır və bu haqda Fatimə bint Qeys radiyallahu anhənin Təmim-i-Dərinin qissəsini Peyğəmbər s.ə.v rəvayətindən, yəni ondan varid olan hədisdə açıq aydın bəyan olunur. Fatimə bint Qeys rəvayət edir ki, bir gün məsciddə qadınların səfində olduğum zaman bir gün eşitdim ki, Peyğəmbər s.ə.v-in müəzzini insanları cəmaat namazına çağırır və cəmaat namazına gəldim və qadınların səfində oturmuşdum və namazdan sonra eşitdim ki, Peyğəmbər s.ə.v qalxdı minbərə və dedi, mən sizi, hər kəs öz yerində otursun və sizi bugün hər hansı bir dünya işi üçün deyil, başqa bir məsələ üçün toplamışam və sonra hədisi söyləməyə başlayır. Və buyurur Peyğəmbər s.ə.v və qeyd edim ki, bu yeganə hədisdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisi səhabədən rəvayət edir. Bütün hədisləri səhabələr Peyğəmbər sallallahu aleyhi ve sellemdən rəvayət etdiyi halda bu hədisi Peyğəmbər s.ə.v Təmim-i-Dəri radiyallahu anhudan rəvayət edir və bu da həmin səhabənin fəzilətinə dəlalət edir. Həmin səhabə, yəni Təmim-i-Dəri öncələr xristiyan olmuş və bu hadisələr onun başına gəlmişdi və sonra da, necə ki, bu qissə inşallah gələcək və sonra da iman gətirmişdir. Peyğəmbər s.ə.v iman gətirir və bu qissəni danışır. Təbii ki, bunu Peyğəmbər s.ə.v necə ki, həmin hədisdə qeyd olunur, öncədən səhabələrə danışmışdı, yəni Məsih Dəccəlin fitnəsini və olduğu kimi necə Təmim-i-Dəri gəlib danışırsa, eyni ilə Peyğəmbər s.ə.v səhabələrə öncədən danışmışdı. Lakin Təmim-i-Dərinin həmin qissəsi, danışdığı bu qissə Peyğəmbər s.ə.v həmin hədisinə üst görüşlüyündən Peyğəmbər s.ə.v o qissəni Təmim-i-Dəridən rəvayət edir. Aleyküm salam. Və buyurur Ənəhu rəkibə fissəfinə fi səfinətin bəhriyətin mə 30 rəculən. Yəni Təmim-i-Dəri 30 kişi ilə dəniz gəmisinə minirlər, yəni gəmiyə minirlər, gəmiyə səfərə çıxırlar. Min ləxmin və cizən, yəni tapdıqları xəstəlikdən dolayı, cizəm xəstəliyindən dolayı. Fələibə bihimin məvc, şəhran fil bəhər. Fırtına, dalğalar bir ay onların gəmisini dənizdə oynadır, yəni müxtəlif istiqamətlərdə aparır. Thümmə ərfəu ilə cəzirətin fil bəhər həttə məğribə şəms fəcələsu fiyə əqrəb-i səfinə fədəxəl cəzirə. Yəni, bir ay dənizdə gəmini oynatdıqdan sonra, müxtəlif istiqamətlərdə hərəkət etdikdən sonra külək onu bir dəniz adasına, daha doğrusu dənizin ortasında olan bir adaya yaxınlaşdırır və məğribə yaxın, yəni günəşin batmasına yaxın onlar adaya daxil olurlar.
فَلَقِيَتْهُمْ دَابَّةٌ أَهْلَبُ كَثِيرُ الشَّعْرِ لَا يَدْرُونَ مَا قُبْلُهُ مِنْ دُبُرِهِ مِنْ كَثْرَةِ الشَّعْرِ. Və onlar bir heyvanla rastlaşırlar. Çox tüklü bir heyvanla, onun tükünün çoxluğundan onun başı ilə arxası seçilmirdi. Yəni, o qədər tüklü idi ki, hansı tərəf başı, hansı tərəf arxası olduğu bilinmirdi. Fəqalu وَيْلَكَ مَا أَنْتِ Və soruşdular, yəni Təmim Dərin və onun dəstəsində cəmaatlı olan insanlar soruşdular ki, vay olsun sənin halva, sən kimsən, nəçisən? Fəqalət ənəl cəsəsə və cavab verdi, mən cəsəsəyəm. Qalu məl cəsəsə, soruşdular, cəsəsə nədir? Yəni sən nə olan şeysən, nəçisən? Qalət əyyuhəl qovm intəliqu ilə həzər rəcül fiddeyr fəinnəhu ilə xabrikum bil iştəq. Və o cavab verdi ki, ey dəstə, ey cəmaat, bu kişinin, filan kişinin yanına gedin, filan insanın yanına gedin, həqiqətən o sizin xəbərinizdən ötürü darıxmışdır. Yəni bir insanın gəlib ona xəbər verməsi üçün darıxmışdır. Qal, ləmmə səmmətə lənə rəculən fəraqibnə minhə ən təkunə şeytan. O zaman ki, o həmin kişinin olduğu istiqaməti bizə söylədi, biz ondan uzaqlaşdıq, aralandıq və qorxduq ki, o birdən şeytan olar. Yəni, bilmirlər nə olduğunu, tüklüdür, heyvan şəklindədir və danışır. Şeytan olmasından qorxub, ondan uzaqlaşdıq. Qal, fəntələqnə səriən, sürətlə ondan uzaqlaşdıq, hətta dəxəlnə deyir. Hətta həmin mağaraya girənə qədər, yəni o hansı ki mağaranı işarə etmişdi, həmin mağaraya girənə qədər ondan sürətlə uzaqlaşdıq. Fəidə fihi ə'lam insan rayinahu qat xalqan. Mağaraya girdiyimiz zaman ən əzəmətli, ən böyük, indiyə qədər gördüyümüz insanlar arasında ən əzəmətli birisini gördük. Yəni bunun qədər əzəmətli birisini görməmişdik bundan öncə. Fəəşədduhu vəsəqan. O çox şiddətli bağlanmışdı. Yəni həmin insan mağarada şiddətlə bağlanmışdı. Möhkəm şəkildə. Məcmuətən yədeyhi ilə unuqihi mə beynə rəkbeyhi ilə kəbeyhi bil hədid. O qollarından boğazına qədər, dizlərindən topuğuna qədər dəmirlə sarılmışdı, bağlanmışdı. Qulnə vəyləkə mə ənt. Dedi ki, vay olsun sən alva, sən kimsən? Qal qədərtum alə xəbəri fəəxbiruni mən əntum. Cavab verdi ki, siz mənim xəbərimi, yəni mənim kimliyimi öyrənməyə qadirsiniz, öyrənə biləcəksiniz. Siz söyləyin görək, siz kimsiniz? Qalu nəhnu unasu minəl ərəb. Dedilər ki, biz ərəblərik, ərəblərdən olan bir dəstəyik. Rakibnə fi səfinətin bəhriyyə. Biz gəmiyə minmişdik. Fəsədəfinəl bəhr hinə iqtələm fələibə binə əl-məvcu şəhran. Və biz gəmidə olduğumuz zaman dəniz fırtınası bizi bir ay oynatdı, müxtəlif istiqamətlərə daşıdı. Sümmə ərfə'nə ilə cəzirətkə hədihi. Sonra isə bizi sənin bu adana gətirib çıxardı. Fəcələsnə fi əqrabihə. Sonra onun yaxınlığında oturduq. Fədəxəlnə əl-cəzirə. Sonra adaya daxil olduq. Fələqiyyətnə dəbətən əhləbi kətirə şə'r. Lə yudrə mə qubluhu min dubrih min kəsəti şə'r. Və orada bir heyvanla rastlaşdıq. Həddindən çox tüklü idi. Tüklərinin çoxluğundan başı arxasından seçilmirdi. Fəqulnə vəyləkə mə ənt. Ondan soruşduq, vay olsun sənin halına, sən kimsən? Fəqalət ənəl cəsəsə. Və cavab verdi ki, mən cəsəsəyəm. Qulnə məl cəsəsə. Soruşduq, cəsəsə nədir? Qalət ə'midu ilə həzər rəcül. Bizə dedi ki, bu kişinin yanına gedin. Fi deyir, fə innəhu ilə xəbərikum bi iştəq. Dedi ki, mağarada olan bu kişinin yanına gedin, o sizin xəbərinizə müştəqdir, sizin xəbərinizdən ötürü darıxıb.
fəqbəlnə ileykə səriən və biz sürətlə sənin yanına getdik. Fəfəzi'nə minhə ondan qorxduq, çəkindik. Və ləm nə'mən ən təkunə şeytan. Çünki o şeytan ola bilərdi. Onun şeytan olub olmadığını bilmədiyimiz üçün. Fəqal, sonra Dəccal deyir. Daha doğrusu onlar hələ Dəccal olduğunu bilmir həmin anda. Və sonra həmin əzəmətli məxluq soruşur. Əsəlukum ən nəxlətihə həl yəsmər. Fəqal, əxbirunə ən nəxl bustan. Deyir, mənə bostanların, yəni bağların xurmaları haqqında, xurma ağacları haqqında xəbər verin. Qulnə, biz ondan soruşduq. Ən əyyi şə'nihə təstəxbir. Sən onun nəyi haqqında soruşsan, yəni hansı işi haqqında, həmin bostanların hansı məlumat haqqında soruşursan? Qal, əsəlukum ən nəxlətihə həl yəsmər. Mən onun meyvəsi haqqında soruşuram. O meyvə gətirirmi? Yəni xurma gətirirmi? Qulnə ləh, nəəm. Dedi ki, bəli. Qal, əmə innəhu yüşkə ən lə təsmər. Ola bilsin ki, o, yəni qiyamət günə yaxın meyvə gətirməyəcək. Qal, əxbiruni ən buhirəti Tabriyyə. Mənə Tabriyyə gölü haqqında xəbər verin. Qulnə, ən əy şə'nihə təstəxbir. Soruşduq, sən onun hansı xəbərini sorursan? Qal, həl fiyhə mə. Onun içində su varmı? Qalu, yə kəsirətül mə. Cavab verdik ki, onun suyu çoxdur. Qal, əmə innə məuhə yuşəkü ən yədhəb. Ola bilsin ki, onun suyu qalmayacaq, yəni qiyamət günə yaxın onun suyu qalmayacaq, quruyacaq. Qal, əxbirunə ən əyni zəğr. Mənə zəğr bulağı haqqında xəbər verin. Qalu, ən əyyi şə'nihə təstəxbir. Sən onun hansı xəbər haqqında soruşsan deyə soruşdular. Qal, həl fil ayni mə və həl yezra'u əhləhə bimə'li ayn. Bulağın suyu varmı və onun suyuyla bulaq ətrafında yaşayanlar əkib becərirlərmi? Qulnə ləh, nəəm, yəkəsirətül mə və əhluhə yezra'unə min mə'ihə. Dedi ki, bəli, onun suyu çoxdur və onun ətrafında yaşayanlar da onun suyuyla əkib becərirlər. Qal, əxbiruni ən nəbiyil ummi mə fəəl. Sonra dedi, mənə ümmi, yəni savadsız peyğəmbər haqqında xəbər verin. Nə etdi? Qalu, qal xərəcə min Məkkə. Cavab verdilər, o artıq Məkkədən çıxıb. Və nəzədə Yəsrib. Sonra Yəsribə, yəni Mədinəyə gəlib. Mədinənin öncəki adlarından biri Yəsribdir. Qal, qateləhul ərəb. Sonra soruşdu, ərəblər onunla döyüşübmü? Daha doğrusu o ərəblərlə döyüşdümü? Qul nə'əm. Cavab verdi ki, bəli. Qal, keyfə sənəbihim. Yəni onlarla nə etdi? Nəticə nə oldu? Fəəxbərnəhu ənəhu qad zəhərə alə mən yəliyhi minəl ərəb. Və cavab verdi ki, o ətrafda olan ərəblərə qalib gəlib. Və ətə'u. Və onlar da ona, yəni ərəblər də ona itaət ediblər. Qalə ləhum qad kənə dəlik. Cavab verdi, bu elə belə də olmalı idi. Yəni, elə bu cürdə, yəni Məsih Dəccəlin öncədən elmi var idi ki, sadaladığı hər bir şey var və hansısa bir vaxt bitəcək və Peyğəmbər səhəm çıxacaq və ərəblər də ona tabi olacaqlar, yəni dini qəbul edəcəklər və buyurur, qad kənə dəlik. Qulnə nəəm, yəni bunlar baş verdi mi? Deyir, bəli. Qal, əmə innə dəlikə xeyrul ləhum ən yuti'uh. Onlar üçün daha xeyirlisi odur ki, ona itaət etsinlər. Və inni muxbirukum ənni. Və mən özüm haqqında sizə xəbər verəcəyəm. İnni ənəl məsih. Mən həqiqətən məsihəm, yəni Məsih Dəccələm. Və inni uşiku ən yu'zənə li fil xuruc fəəxrucə fəəsirə fil ard. Və mən gözləyirəm ki, yaxın gələcəkdə mənə izin verilsin, yəni çıxmağıma izin verilsin və yer üzünü gəzim. Fələ ədə
qariyətən illə həbbəttuhə fi 40 leylətən qeyrə Məkkə və Taybə. Elə bir kənd olmayacaq ki, yəni kənd ən kiçik məntəqə olduğuna görə kənd söyləndi, yəni elə bir yer olmayacaq ki, mən 40 gün ərzində o yerə getməyim deyə Məsih Dəccəl söyləyir. Və sonra istisna edir, yalnız Məkkə ilə Mədinəni, yəni Məkkə və Mədinənin başqa hər bir yeri 40 gündə dolaşacağını söyləyir. Fəhumə muharrəmətəni aleyyə və onlar ikisi, yəni Məkkə ilə Mədinə mənim üçün haram olunur. Kulləmə ərədtu ən ədxulə vahidətən əv vahidən minhumə istəqbələni mələkun biyədhü seyfin saltə və suddini ən. Hər dəfə ora daxil olmaq istədiyim zaman əlində qınından çıxmış qılıncla durmuş mələklər üzərimə hücum edəcək və mənim girməyimə mani olacaqlar. Və innə alə kulli nəqvin minhə mələikətin yəhfətunəhə. Və onun hər tərəfində, yəni Məkkə və Mədinənin hər tərəfində mələklər vardır, onları qoruyurlar. Sonra Fatimə bint Qeys radiyallahu anhə deyir, qalə Rasulullah s.ə.v Peyyəmbər s.ə.v dedi, fətə'ənə bimiqsarətihi fil minbər, əlindəyi ağacı və yaxud da əsası ilə minbərə vuraraq söylədi. Həzihi taybə, həzihi taybə, həzihi taybə. Üç dəfə söylədi ki, yəni Məsih Dəccəlin taybə deyərək buyurduğu, necə ki buyurmuşdur, Məkkə və Taybəyə girməyəcək. Sonra Peyyəmbər s.ə.v 3 dəfə minbərə ağacını vuraraq deyir ki, taybə buradır, taybə buradır, taybə buradır. Yəni Mədinə taybədir. Və bilirsiniz, Mədinənin adlarından biri də və ən məşhur adlarından biri də taybədir. Necə ki, Allah subhanətələ belə adlandırıb. Yəni, Əl-Mədinə ələ həl kuntə həddəstəkum zəlik. Sonra Peyyəmbər buyurur, mən bundan öncə sizə xəbər verməmişdimmi? Yəni, bu hədisi bu cür olduğu kimi sizə öncədən xəbər verməmişdimmi? Fəqalən nəs, nəəm, fəinnəhu ə'cəməni hədithü təmimi ənəhu vafəqəlləzi kuntu uhaddithukum anhu. Və insanlar cavab verdilər ki, bəli, yəni söyləmişdin, öncədən xəbər vermişdin. Sonra Peyyəmbər buyurur, həqiqətən məni təəccübləndirdi ki, yəni sizə necə xəbər vermişdimsə, Təmim Dərinin də bu hədisi, bu rəvayəti onunla tamamilə üst-üstə düşdü. Hədisi İmam Müslim rəvayət edib. Bu hədisin bir çox yolları var. Yəni, daha doğrusu, Məsih Dəccəl haqqında bundan başqa da çox hədislər var. Hər biri dəlalət edir Məsih Dəccəlin hal-hazırda mövcud olmağına, qiyamət günü onun çıxacağına və onun bir çox edəcəyi fitnələrə və müəyyən fitnələri Şeyx Əhməd Yəhyə bəzi hədislərdən zikr edir və buyurur وَالْأَحَادِيث فِي إِنْذَارِ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ أَصْحَابَهُ الْمَسِيحِ الدَّجَّالِ كَثِيرٌ. Peyğəmbər s.ə.v-in səhabələrini Məsih Dəccəldən çəkindirməsi, onun fitnəsindən çəkindirməsi hədisləri hədsiz çoxdur. Vəqət qalə Nəbiyyə s.ə.v Peyğəmbər s.ə.v bir hədisində buyurur Mə bə'səllahu min nəbiyyin illə ənzərə qavməhu əl-ə'vər-əl-kəzzəb innəhu ə'vər və innə rabbəkum leysə bi'ə'vər məktub beynə ayneyhi kafir. Bu hədisdə Peyğəmbər s.ə.v buyurur, Buxar Müslümin rəvayət etdiyi bu hədisdə buyurur Peyğəmbər s.ə.v Allah subhanətələ elə bir Peyğəmbər göndərməmişdir ki, o öz qövmünü, öz cəmaatını yalancı kördan çəkindirməsin. Yəni Dəccəldən, Məsih Dəccəldən çəkindirməsin. Həqiqətən Məsih Dəccəl kördür, sizin Rəbbiniz isə kör deyil. Onun iki gözü arasında, yəni alnında kafir sözü yazılmışdır. Və Peyğəmbər bu hədisi bəyan edir ki, Məsih Dəccəlin bir gözü kördür və Rəbbimiz kör deyil. Yəni Rəbbimizin hər iki gözü görəndir. Və bunu bəyan edir ki, heç kəs Məsih Dəccəlin fitnəsinə uymasın. Məsih Dəccəli Allah Subhanahu bizi bütün fitnələrdən və Məsih Dəccəlin fitnəsindən qorusun. Və dünyada baş vermiş fitnələrin ən əzəmətlisi Dəccəlin fitnəsidir. Baş vermiş verəcək fitnələrin ən əzəmətlisi Məsih Dəccəlin fitnəsidir.
və Peyğəmbər s.ə.v insanları ondan çəkindirmək üçün onun sifətlərini bəyan edir və buyurur, Dəccal bir gözü kördur, lakin sizin Rəbbiniz kör deyil. Başqa bir rəvayətdə isə Peyğəmbər s.ə.v buyurur, məktubun beynə ayneyhi kəf fə ra. Onun gözləri arasına, yəni alına yazılıb kəf fə ra hərfləri, yəni kafir sözü. Həmçinin Peyğəmbər s.ə.v başqa bir hədisdə buyurur, İnnəllaha leysi bi'a'var. Allah Teala kör deyil. Allah Teala'nın bir gözü kör deyil. Ələ innəl məsihəd dəccələ a'var. A'varəl ayn əl-yumnə. Həqiqətən Məsih Dəccəlin sağ gözü kördür. Kəənnə aynuhu inəbətin qafiyə. Sanki onun gözü, yəni həmin kör olan gözü üzüm giləsi, üzüm dənəsi kimi sallanmışdır. Hədisi Buxari və Müslim, Allah'ın hər ikisinə rəhmət etsin, rəvayət etmişdir, həmçin bundan öncəki hədisi. Həmçin Buxari və Müslimin Abdullah ibn Ömər radiyallahu anh rəvayət edir, başqa hədisdə isə, daha doğrusu hədisin başqa ləfsində isə buyurulur, təxminən eyni mənalı hədislərdir. Başqa bir hədisdə isə buyurulur, Nəvvas bin Səm'an radiyallahu anh Peyğəmbər s.ə.v rəvayət etdiyi hədisdə فَمَنْ أَدْرَكَهُ مِنْكُمْ فَلْيَقْرَى عَلَيْهِ فَوَاتِحِ سُورَةِ الْكَهْفِ. Əgər sizlərdən kim onunla rastlaşsa, yəni Dəccəllə rastlaşsa, Kəhf surəsinin əvvəl ayələrini oxusun. Necə ki, bəzi rəvayətləri bəyan olunur, əvvəl 10 ayəsini oxusun. İnnəhu xaricun xillətə beynə Şəm vəl-İraq. O, Şamla İraq arasında olan yerdən çıxacaq. Yəni, Məsih Dəccəlin çıxacağı yer Şamla İraq arasında yerləşir. Fə'afə yeminən və ətə şimələn yə Abdallah fəthbutu. Sonra Peyğəmbər buyurur, o sağa, sola, yəni bütün dünyaya fitnə, fəsad yayacaq. Bütün dünyaya fəsad yayacaq və onun fəsadları müxtəlifdir. Allah subhanallah ona bir çox qüdrətlər verib, necə ki, bəyan olacaq. Qulnə ya Rasulullah. Və sonra Peyğəmbər əmr edir, sabit olun, yəni dininizdə sabit olun. Qulnə ya Rasulullah. Və mə ləbsuhu fil ard. Söylədik ki, ey Allahın elçisi, o dünyada, yəni yer üzündə nə qədər qalacaq? Qal, 40 yevmən. Peyğəmbər buyurdu, 40 gün. Yevmun kəsənə. Onun birinci günü bir il kimidir. Və yevmun kəşəhir. Bir günü isə, başqa bir günü isə, yəni ikinci günü isə bir ay kimidir. Və yevmun kəcüm'ə. Bir günü isə, yəni üçüncüsü isə bir həftədir. Və səiri əyyəmihi kə əyyəmikum. Sonraki günləri isə, yəni yerdə qalan 37 günü isə sizin günləriniz kimidir. Qulnə ya Rasulullah. Soruşduq ki, ey Allahın elçisi, fədəlikəl yevm əlləzi kəsənə ətəkfinə fihi salatu yevm. Həmin gün, hansı ki o gün bir ilə bərabərdir, bizə bir günün namazları kifayətdirmi? Çünki Peyğəmbər onu bir gün adlandırdı. Bu səhabələrin elmə, həmçinin ibadətə həris olmasına dəlat edir. Eşitdilər və belə tərk etmədilər. Yəni, olacaq, bu cür olacaq, bitirmədilər. Əgər birdən onların vaxtında baş versə, nə edəcəklər? Həmin gündə, yəni 5 vaxt namaz qılmaqla kifayət edəcəklərmi? Və Peyğəmbər buyurdu, qallə iqdiru ləhu qadra. Yox, lakin siz onu ölçün. Yəni, hər günü ölçün. Hər 24 saata 5 namazdır. İnsana hər 24 saata 5 namaz fərz olunub. Yəni, həmin günləri ölçün və namazınızı qılın. Qulnə ya Rasulullah və mə əsrəhu fil ard. Soruşduq ki, ey Allahın elçisi, o necə də sürətlə hərəkət edəcək yer üzərində? Qal, təlqisi istədbərahu ər-reyh. Onun sürəti küləyin apardığı yağış kimidir. Yəni, necə ki, külək yağışı sürətlə hər bir yerə aparır, o da yer üzünün hər bir yerinə sürətlə gedəcək. Fəyəti aleyh qavmun fəd'uhum. Və sonra bir dəstə insan gələcək.
və o həmin insanları dəvət edəcək, yəni özünə, öz dininə fəyu'minunə bih, ona iman gətirəcəklər. Fəyəstəcibunə ləh, onun dediklərinə cavab verəcəklər, yəni razılayacaqlar. Fəyə'murus səməə fəyumtir, səmaya əmr edəcək. Fikir verin Allah Taala'nın həmin bu yalançıya verdiyi bəzi qüdrətlərə. O səmaya əmr edəcək, səma yağmur indirəcək. وَالْأَرْضَ تُنْبِتْ və həmçinin yerə əmr edəcək, yer öz nemətlərini, bitkilərini bitirəcək. Və beləcə zikr olunur bir çox ona veriləcək qüdrətlərdən. Sonra Peyğəmbər buyurur: ثُمَّ يَأْتِي الْقَوْمِ فَيَدْعُوهُمْ Sonra isə başqa bir qövm, insanlar gələcək, yəni onların qarşısına gələcək. فَيَدْعُوهُمْ Onları dəvət edəcək. فَيَرُدُّونَ عَلَيْهِ Ona cavab verməyəcəklər, onu rədd edəcəklər. فَيَرُدُّونَ عَلَيْهِ قَوْلَهُ فَيَنْسَرِفْ عَنْهُمْ Onun sözünü rədd edəcəklər və Dəccəl də onlardan aralanacaq. فَيُصْبِحِنَ مُمْحِلِينَ لَيْسَ بِأَيْدِيهِمْ شَيْءٍ مِنْ أَمْوَالِهِمْ Və səhər açlığını görəcəklər ki, onların mal dövlətlərindən heç bir şey qalmayıb. فَيَمُرُّ بِالْخَرْبَةِ فَيَقُولُ لَهَا أَخْرِجِي كُنُوزَكَ Və sonra o həmin xarabalıqlarla keçəcək, yəni Dəccəl və deyəcək ki, xəzinələri çıxart. فَتَتَّبِعُهُ كُنُوزُهَا كَيَعَاسِبِ النَّخِلِ Və həmin yerlərin də xəzinələri onun ardınca arı dəstəsi kimi, yəni ana arının arxasınca necə işçi arılar gedirsə, o cür hamısı Dəccəlin arxasınca gedəcəklər. ثُمَّ يَدْعُ رَجُلًا مُمْتَلِئًا شَبَابًا Sonra isə bir kişini çağıracaq, bir insanı çağıracaq, gənc yaşlarda olan. فَيَدْرِبُهُ بِالسَّيْفِ Onu qılıncla vuracaq. فَيَقْتَعُهُ Və iki yeri böləcək. ثُمَّ يَدْعُوهُ فَيَقْبَلْ وَيُهَلِّلْ وَجَهُ يَدْحَكْ Sonra isə onu birləşdirəcək. Və hədis beləcə davam edir. Yəni, onun bir çox fitnələrindən və onun fitnələrindən həmçinin olacaq. Necə ki, başqa hədislərdə qeyd olunur, cənnət və cəhənnəm göstərəcək insanlara. Onun cənnəti od, cəhənnəmi isə sudur. Kim onun cəhənnəminə düşərsə, birbaşa Allah Taala'nın cənnətinə, kim onun cənnətinə düşərsə, Allah Taala'nın cəhənnəminə düşər. Həmçinin o kəs haqqında varid olub ki, onlar Məsih Dəccəlin fitnəsinə qarşı gedəcəklər, yəni ona inkar etməyə gedəcəklər, lakin onun fitnəsinə düşüb kafir olacaqlar. Həmçinin o kəs haqqında varid olub ki, Məsih Dəccəl onu ortadan böləcək, sonra birləşdirəcək, deyəcək ki, mən sənin Rəbbinəm və cavab verəcək ki, həmin kəs ona, mən indi daha yəqin bildim ki, sən həqiqətən Məsih Dəccəlsən və bu kimi çox fitnələr, həmçin günəşi durdurmaq fitnəsi olacaq, günəşi yerində durduracaq. Yəni, bu da Məsih Dəccələ verilən, Allah Taala'nın verdiyi qüdrətlərdəndir, hansı ki, günəşi ondan öncə yalnız bircə kəs durdurmuşdu. Kim? Yox. 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 Sonra kim? Yuşa bin Nun. Yalnız günəşi durduran ondan öncə bir məxluq olub. O da Yuşa bin Nun. O, Musa əleyhissalamın əshablarındandır. O zaman ki, Allah Subhanahu ona izin verir, onun duası ilə Allah Subhanahu günəşi durdurur və günəş gündüz vaxtı durur və hər yer qaranlıqlaşır və onlar Fələstini, yəni geri qaytarırlar. O zaman öncəki onlar Fələstindən çıxarılmışdılar və Fələstini geri qaytarırlar. Çünki Bəni İsrailə Musa əleyhissalam, Allah Subhanahu Musa əleyhissalamın dili ilə əmr etdikdə ki, girsinlər Fələstinə, onlar girməmişdilər. Fələstinə girməmişlər, lakin Yuşa bin Nun'un zamanında Fələstini beləcə Allah Subhanahu fəth etdirir.
Allah aləm. Və səhvləməsə yox, çünki tih vaxtı Musa əleyhissalamda, sonra isə Harun əleyhissalam hər ikisi vəfat etmişdi. Həmçinin ikinci dəfə günəşin durdurulması olacaq Məsih Dəccəlin zamanında. Məsih Dəccəlin fitnəsi ilə, yəni Məsih Dəccələ fitnə olaraq verilir ki, insanları Allah Subhanahu taala bununla imtihana çəksin. Həmçinin Məsih Dəccəl haqqında varid olanlardan biri də odur ki, qiyamətin əlamətlərindən biridir. Məsih Dəccəl özünün bu fitnələrində olduğu zaman Allah Subhanahu taalanın izni ilə İsa Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, yerə nazil olacaq. Təbii ki, İslam şəriəti üzərində donuzu öldürəcək, xaçları sındıracaq, müsəlman imamın arxasında namaz qılacaq və Məsih Dəccəli öldürəcək Fələstində. Hansı ki, həmin yerdə Məsih Dəccəl İsa Peyğəmbəri görükdə duz suda əriyən kimi əriyəcək. Bu qədər. Subhanakallah və həmdi əşhədu ən la ilahə illə entə, estəğfiruka və etûbu ileyk.